Sizin sağlamlığınız bizim için önemlidir. Gəlin bugün Ağsudan qonağımız olan Qurban müəllimin otel daxilində olan müalicələrin faydaları haqqında məlumat əldə edir. Gəlmişəm 19-cu ildə şəfa tapıb getmişəm. İndi də gəlmişəm yenə davamlı olaraq müalicələrimi davam etdirəm. Çox sağ olsunlar. Mən personajdan çox razıyam. Həkim kollektivindən, Elşən müəllimin özündən, yeməkləri yüksək səviyyədə, müalicələr olmayan kimi, belə çox gözəl. Naftalansanatoryasında və təkrar yenidən gəlib. Qurban müəllim, 2019-cu ildə hansı problemlə, hansı şikayətlərlə üst və nə ilə qarşılaşdınız, necə getdiniz? Gəlmişdim 1 ton çəki ilə, qaydanda 10 kilo ilə qayıtdım. Yəni ağrılar hamısı ilə qaldı burada. Ondan sonra şəfa tapdım. Ondan sonra fikirləşdim ki, ardıcıl olaraq onu davam elətdirim, il və il gəlin burada şəfa tapım. Allah şəfa.